Hialuron turşusu dərini qurudur və ya silgi kimi soyulur. Gəl sənə səbəbini açıqlayım. Birincisi, hialuron turşusu hidroskopik molekuldur. Yəni suyu özünə çəkir. Əgər dəriniz və hava nəmli olarsa, suyu dərinizə doğru çəkəcək, amma dəriniz və hava quru olarsa, dərinizdən suyu alıb havaya buraxacaq. İkincisi, qalın qat çəkdiyimiz zaman bir hissəsi dəriyə sovrulmur və dərinin üstündə film təbəqəsi kimi qalır. Bu isə bir müddət sonra silgi kimi soyulmağa gətirib çıxardır. Üçüncüsü, molekulyar ölçüsüdür. Hialuron molekulları çox böyükdür. Ona görə o dərinin dərin qatlarına nüfuz edə bilmir. Kiçildilmiş biomolekulyar hialuronlar isə dərinin alt təbəqələrinə də nüfuz edə bilir. Effekt üçün ən az 3 ölçülü molekullar olan hialuron turşusu seçilməlidir. Düzgün tətbiq üçün birincisi, dərinizi nəmləndirin. Mən bunun üçün termal su istifadə edirəm, amma siz istəsəniz sadəcə qurutmaya da bilərsiniz. Nəmli dərinin üzərinə azca hialuron turşusu tətbiq etdikdən sonra bir müddət gözləyirik və daha sonra dərimizdəki suyu da çəkib havaya göndərməsin deyə üzərindən nəmləndirici tətbiq etməliyik. Artıq sən də bilirsən ki, hialuron turşusunu düzgün necə tətbiq etmək lazımdır.